Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Ramazan ayının bu gecəsində diş təmizliyi ilə bağlı oruç tutanlar üçün əhəmiyyətli bir məsələni açıqlamaq istəyirəm. Oruç tutan şəxsin diş fırçası və diş macunu ilə dişlərini təmizləməsi orucu pozmur. Lakin burada diqqət edilməsi əsas məqam odur ki, təmizlik prosesində ağızda qarışan şeyləri udmamalıdır. Diş təmizləyərkən ağızı suyu ilə qarışan az miqdarda diş pastası ağızdan həll olursa, bu da orucu pozmur. Yəni, əgər diş macunu ağız suyundan həll olaraq yox olursa, narahat olmağa ehtiyac yoxdur. Bu şəri məsələ İslam dininin insanların təmizliyinə və sağlamlığına verdiyi əhəmiyyəti göstərir. Oruç tutan şəxs gün ərzində ağız gigiyenasına təmin edə bilər. Amma təbii ki, diqqətli olmaq lazımdır ki, diş macunu qəsdən udulmasın. Oruç halında belə şəxsi təmizlik və gigiyena qaydalarına əməl etmək mümkündür. Allah ibadət və itaətlərinizi ali dərəcədə qəbul eləsin. Bismillahirrahmanirrahim.